Strongly Connected Component kim bilir? Mhm. Connected Component hamı yəqin ki bilir. Yəni qrafda, undirected qrafda olan komponentlər. Strongly Connected Component anlayışı directed qrafdadır. Çünki directed qrafda adi Connected Component anlayışı işləmir. Connected Component'in undirected qrafdakı definition odur ki, istənilən noddan istənilən noda. Məsələn, Connected Component'in definition odur ki, istənilən noda getmək olursa, bu nodlar hamısı bir arada bir komponent təşkil edir. Amma Direct qrafda belə bir şey var ki, ola bilər ki, U-dan V-yə getmək olur, amma V-dən U-ya gəlmək olmur. Undirected-də belə bir şey yoxdur. Çünki U-dan V-yə getmək olursa, V-dən də U-ya gəlmək olur. Ona görə directed qraflarda strongly connected komponent anlayışını daxil edirlər və bu da odur ki, yenə də connect komponent anlayışı eyni qalır. Yəni istənilən noddan istənilən noda getmək olmalıdır. Amma burada artıq direction məsələsi var və biz necəsə müəyyən eləməliyik ki, hansısa nodlar bir arada doğrudan da strongly connecteddir. Yəni hər noddan hər noda getmək olur hər iki istiqamətdə. Bunu tapmağın yolu bir neçə alqoritmi var. Əsas istifadə mənim sizə deyəcəyim alqoritm qrafın özünü və əksini saxlamaqla 2DFS istifadə eləməklə tapmaq alqoritmidir. Adı yadımdan çıxıb, deyəsən Kosaraju alqoritmidir, nəsə belə bir adı var deyəsən. Tarjan ayrıdır. Tarjana baxmayasıq. Tarjanda 1DFS-lə deyəsən tapmaq olur, amma biraz izahı daha narahatdır deyə baxmayasıq ona. Amma bunu anlamaq daha sadədir. Amma kompleks baxımdan bir fərq yoxdur. İkisi də ON plus M eşitdir, hansı ki N nodların MH-lərin sayıdır. Aha, deyək ki, belə bir dənə qrafımız var bizim, directed. Nəsə. Belə bir alqoritm olsun, qraf olsun, nömrələri də nə olsun? Bu olsun 4, olsun 1, olsun 2, bu olsun 5, bu olsun 3. Aha, indi nə edəcəyik biz? Birinci normal qrafda birinci noddan başlayaraq DFS atasıyıq və DFS-in nodlardan DFS-də nodların çıxma sırası ilə, yəni ilk hansı nodun altındakı processing bitirsə, onu qeyd eləyəsik birinci. Belə bir sıra alasıyıq. Yəni məsələn 1-dən DFS atdıq. 1-dən atdığımız DFS tutaq ki, getdi 2-yə. Burada DFS tree-ni çəksəm. 1-dən atdım, getdi 2-yə. 2-dən sonra hara gedə bilər? Gedə biləcəyi bir dənə yer var. 5. 2-dən getdi 5-ə. Və 5-dən sonra başqa bir yerə getməyəcək. Çünki 5-dən bir dənə 1-ə yol var və amma 1-ə artıq gedilib belədir. Və birinci haradan çıxacaq? 5-dən çıxacaq. 5-i qeyd elədim bura. Növbəti DFS, nəyin DFS-i bitəcək? 2-nin DFS-i bitəcək. 2-ni qeyd elədim bura. Növbəti nəyin DFS-i bitəcək? 1-in DFS-i bitəcək və 1-i qeyd elədim. Daha sonra 2 noduna baxıram, 2 artıq visiteddir, gedim ona heç nə eləmirəm. 3-ə baxıram, 3 visited deyil. Onda 3-dən DFS atıram. 3-dən atacağım DFS heç bir yerə getməyəcək. Nəyə görə? Çünki yəni visited olmayan bir yer varsa ora gedir. 5 artıq visited olduğuna görə heç yerə getməyəcək. Ona görə bir dənə elə 3-ə girəcək, DFS başlayacaq və bitəcək yəni. Bu sıraya növbəti 3 yazılacaq. Növbəti 4 unvisiteddir. Oradan atacağım. Yenə 1-ə getməyəcək. Çünki 1 visiteddir. Növbəti bu sıraya 4 yazılacaq və bitdi. Hamısı visiteddir artıq. 5-dən də getməyəcək DFS. Belə bir dənə sıra aldıq. Bu sıraya tərsinə baxsaq, yəni 4-dən
4, 3, 1, 5, 2, 5 sırasında. Nə görəsiyik burada? Məsələn, 4 necə bir noddur? Elə ki, 4-ə heç nə daxil olmur və 4-dən biz gedib nələrəsə daxil ola bilirik. 3 elə bir noddur ki, yenə də 3-ə heç nə daxil olmur və biz 3-dən başlayıb amma nələrəsə gəlib çata bilirik. 1 necə noddur burada? 1, 2, 5 arasında əslində fərq yoxdur burada, amma indi birinci 1-dən atmışıq deyə axırıncı 1 çıxıb, ona görə burada 1 qalıb. Niyə 1, 2, 5 arasında fərq yoxdur? Çünki 1, 2, 5 arasında cycle var və istənilənə gedə bilirik. Amma yəni burada yaranan sıra elə bir sıradır ki, biz bu nodlardan DFS atanda çata bildiyimiz yerlər mümkün qədər çoxdur. Yəni məsələn 3-dən DFS atdığım zaman mən yəni 3-ün integrisi 0'dır məsələn burada. 4'ün integrisi 0'dır. Yəni ona daxil olan edge yoxdur. Bu sıraya tərs baxdığım zaman mənim əgər ki bu qrafda cycle olmasaydı, buna tərs baxdığım zaman mən nə əldə eləyərdim? Bu sıraya. Kim deyə bilər? Aha. Topological sort. Topological sort kim bilir? Məncə onu keçmişdik hansısa kampda. Onu da açmışdı. Hə. Topological sort alardıq. Əgər ki cycle olmasaydı bu qrafda. Məsələn, buradan bir dənə bu edge silsəm, burada cycle yoxdur da, əslində elədir. Bir dənə bu edge-dir cycle yaradan və DFS-in sırası görüm dəyişirmi? 1-dən atırıq, 1-dən gedir 2-yə, 2-dən gedir 5-ə, heç bir şey dəyişmir. Belə bir order olar və həqiqətən də bu topological sortdur, elədir. Birdən bunu götürüb yazsaz, 4-dən nəyə edge var? 1-ə var. Tərs sırada baxsaq topological sortdur. Yəni 4-dən 1-ə var. 3-dən 5-ə var. 1-dən 2-yə var. 3-dən 5-ə var, 1-dən 2-yə var. 2-dən 5-ə var. Bir də 1-dən 5-ə var. Gördüyünüz kimi hər şey bu tərəfə istiqamətlənib. Okay, indi bu edge'ləri silirəm və cycle barəsində onu qaytarıram. Demək ki, əldə elədiyimiz sequence, yəni tərsinə baxanda necə bir sequence-dir? Oradan başlayanda o tərəfdə olan nodlar çatıla bilən nodlardır, reachable'dır. Normal qrafda onlar çatıla biləndir. İndi bu qrafın tərsini yazsaq birdən. Tərsində, yəni bütün edge'ləri tərsinə istiqamətləndirib yazsaq. Bu şeyləri silim, mani olmasın bizə. Burada edge'ləri tərsinə qoyuram. Bu edge olsun belə. Bu edge olsun belə. Bu oldu belə. Bu oldu belə. Nəsə də belə. Bu da oldu belə. Hər şey, hər oxun istiqamətini tərsinə yazdım. İndi bu qrafda, bayaqki qrafda bu sıra, tərs sıra necə bir sıraydı? Əgər ki cycle olmasa topological sıraydı, yəni dolayısıyla buradan bu tərəfə doğru reachability var. Yəni cycle olmayanda bütün edge'lər bu yana istiqamətlənir. Yəni bu sıranı tərsinə fırladım bir dənə. Reverse eləsək 4, 3, 1, 2, 5 desək. Cycle olmayanda bütün edge'lər bu yana istiqamətlənib. Cycle olanda da okey də məcbur cycle'da olan bir dənə və ya bir neçə edge geri istiqamətlənib o ayrı. İndi tərs qrafda isə bu tərsi nədir? Elədir. Tərs qrafda artıq əgər ki bunun topological sortingi var isə indi tərs qrafda hər edge tərsinə istiqamətlənir. Çünki hər edge tərsinə dəyişdik. İndi tərs qrafda götürüb bu noddan mən DFS atsam 4-dən. Əgər ki mən tərs qrafda 4-dən DFS atanda gedib hər hansı bir nodlara çata bilirəmsə, demək ki düz qrafda da o nodlardan 4-ə çata bilirdim. Elədir. Niyə? Çünki düz qrafda normalda 4-dən irəliyə doğru istiqamətlənib bütün əgər ki cycle yoxdursa olan bütün edge'lər, amma cycle varsa bəzi edge'lər geri istiqamətlənmiş ola bilər. Tərs qrafda da, bu qrafda da bütün irəli istiqamətlənmiş edge'lər geri istiqamətlənib deyə, amma mən 4-dən DFS atanda gedib nələrəsə çata bilirəmsə, tərs qrafda demək ki, əvvəlki o nodların da hamısından 4-ə çata bilirdim düz qrafda.
və demək ki, mən 4-dən də onlara çata bilirəm, onlardan da 4-ə çata bilirəm. Demək ki, onlar hamısı nədir? Eyni komponentdədir. Yəni istənilən noddan istənilən noda çata bilirəm. Amma mən burada atdığım zaman 4-dən DFS tərs qrafda heç bir yerə gedə bilməyəcəm, elədir? Çünki edge buradan tərs istiqamətdədir. Dolayısıyla 4 ayrı-ayrılıqda bir dənə komponent olacaq məndə. Çünki 4 heç bir başqa nodla bir yerdə strongly connected deyil, yəni istəniləndən istənilənə çatmaq olur. Sonra növbəti bu sırada 3 gəlir. 3-dən DFS atsam tərs qrafda, orada da yenə eyni situasiyadır. 3 də ayrılıqda bir dənə komponentdir. Çünki 3-dən heç nəyə çata bilmirəm. Növbəti 1 gəlir burada. Növbəti 1 gəldiyi zaman nə baş verir? Yəni normalda düz qrafda mən 1-dən 2-yə 5-ə gedə bilmişəm. İndi tərs qrafda da 1-dən DFS atıram və 1-dən atdığım DFS nəyə gedir? 5-ə gedir. Buradan başlayır, bura gedir. 5-dən də 2-yə gedir. Burada 5-ə və 2-yə gedə bildim deyə tərs qrafda. Düz qrafda da niyə 5 və 2-dən 1-ə gələ bilmişəm? Çünki bu edgeləri tərsinə düşünsəz, hansı ki düz qrafda tərsinə idi də bu edgelər elədir. Mən indi 5-dən 2-yə gedə bildimsə, 1-dən 5-2-yə gedə bildimsə, düz qrafda da tərsinə onlardan 1-ə gələ bilmişəm. Çünki səbəb nədir? Bu sırada 5-2 1-dən daha əvvəl gəlib. Elədir? 5-2 1-dən daha əvvəl gəlibsə, demək ki 1-in DFS-i sonda onlardan daha sonra bitib. Onlardan daha sonra bitibsə 1-in DFS-i, demək ki 1-dən onlara getmişəm və 1 sonra bitib düz qrafda. Və tərs qrafda da 1-dən onlara gedə bilirəmsə, bu əslində nə deməkdir? Tərs qrafda da 1-dən onlara gedə bilirəmsə, bu demək ki düz qrafda əslində onlardan 1-ə gələ bilirəm. Bu aydındır. Yəni tərs qrafda bir şeydən A-dan B-yə gedə bilirəmsə, bu demək ki düz qrafda B-dən A-ya gələ bilirəm. Yəni mən nəyi müəyyən eləmiş oldum? Burada bilirəm ki 1 hal-hazırda bu orderda 2-5-dən əvvəl gəlirsə 1-dən 2-5-ə gedə bilirəm. Və tərs qrafda da 1-dən 2-5-ə gedə bildiyimə görə, demək ki düz qrafda normalda 2-5-dən də 1-ə gələ bilirəm. Və strong connect komponentdə siz bir dənə nod tapsaz ki, bu noddan hər şeyə getmək olur və hər şeydən bu noda gəlmək olur. Demək ki o nodlar hamısı bir arada strongly connected. Çünki digər qalan bütün nodların da istəniləndən istənilənə getmək olacaq. Niyə? Çünki bundan hər şeyə getmək olursa və hər şeydən buna gəlmək olursa, qalan istənilən ikisi arasında getmək üçün buna gəlib, bundan da o buruna gedə bilərsiniz. Çünki buna hər şeydən gəlmək və bundan hər şeyə getmək olur. Dolayısıyla burada 1, 2, 5-də bir dənə strongly connected komponent olur. Üç dənə strongly connected komponentimiz oldu. Implementation detalına gəlincə, implementation çox çətin deyil. Adi DFS implementləməlisiniz. Prosto qrafı input eləyərkən 2 dənə qraf saxlayacaqsınız. Yəni U və edgeləri daxil eləmişsinizsə, U və edgeləri, bir normal qrafda U-nun ardına V-ni qoyacaqsınız. Tutaq ki, vektorlarla saxlayırsınız. Bir də X qrafda bu deyək ki G-dir, buna da G prime deyirlər adətən. G prime. Tərs qrafda da tərsinə saxlayacaqsınız edgeləri. Sonra bir qruq normal qrafda DFS atıb edgelərin çıxma sırası ilə bir vektora yığacaqsınız bu nodları. Edgelərin çıxma sırası ilə yığmaq üçün nə etməlisiniz? DFS prosesinin sonunda bir dənə vektora artırmalısınız. Yəni DFS proses elədi, bitdi, orada artırırsınız. Yəni birinci DFS-də DFS 1 tutaq ki V-dən gedəcək. Burada visited eləyəcəksiniz və used eləyəcəksiniz V-ni, true eləyəcəksiniz. Sonra V-nin bütün qonşularına baxacaqsınız. Bunlarla nəsə proseslər eləyəcəksiniz və bu bitəndən sonra, artıq bu proses bitəndən sonra o demək ki V-dən gedəcəyim hər yerə getdim, hamısı çıxdı, indi V bitir. V bitərkən onu bir dənə order'a artıracaqsınız. Tutaq ki order vektoruna, order pushback və ya emplace back V. Və bu zaman bu sıranı alacağıq biz. Belədir, çünki birinci 5 bitəcək, sonra 2, 1, sonra deyərlər. Və bu foru biz, bu DFS-i də biz bir forun içində yazmalıyıq. Çünki ola bilər ki, birinci atdığımız noddan hər yerə gedib çıxmayaq da, buradakı baş verən situasiya. Sonra order'ı reverse eləsək, dediyim bu sıranı alacağıq. Sonra reverse order'da olan nodlarına, yəni bu sıra ilə prime qrafda eyni DFS eləyəcəyik və prime qrafda hər hansı bir noddan DFS atanda gedib çatdığımız nodlar o ilə strongly connected komponent əmələ gətirəcək. Əgər ki, əvvəlcədən gedilməyibsə də ora, yəni hal-hazırda gedilirsə 2 dəfə. Yəni, o da belə bir DFS-də eyni ilə.
Kod olaraq göstərsəm, hardan göstərə bilərəm? Məsələlərdən birindən CSS-də olmalıdır buna aid məsələ. CP alqoritmimizdə öz kodumu göstərmək istəyirəm. CP alqoritmimizdə də yəqin ki, oxşar bir koddur, amma ola bilər biraz fərqli yazılıb. CP alqoritmimizdə bu topiklərin hamısı var. Girib oradan oxuya bilərsiniz. Yəqin ki, Yusako qayətdə də olar. Oradan da oxuya bilərsiniz. Flight route check, səhv eləmirəmsə, bunlar ona aid məsələ olmalıdır. Baxın, there are n cities and n flight connections. Your task is to check if you can travel from any city to any other city using available flights. Yəni ki, bir dənə strongly connected komponent varmı, yoxsa yoxmu, onu yoxlayın. Yəni birdən çoxdursa strongly connected komponent, demək any citydən any cityyə getmək olmur. Directed şeylərdir, uçuşlar directeddir. Yəni A-dan B-yə veribsə, bu demək ki, A-dan B-yə edge var. Və deyir ki, əgər mümkünsə yes, deyilsə no verin və no-dursa, if there in the later case there also print two cities A and B such that you cannot travel from city A to city B. Yəni ki, birdən çox strongly connected komponent varsa, hər hansı iki nod verin ki, hansı ki ayrı-ayrı strongly connected komponentdədirlər. Bu standart strongly connected komponent məsələsidir və və nə eləmişik? Inputdan girdikcə G və G prime var, görə bilərsiniz, eyni dediyim kimi tərs saxlamışıq burada edge'ləri. Sonra bu edge visited array'dir və birinci DFS-də bu arada mən bura order G visited falan göndərmişəm, çünki bunları local götürmüşəm. Və siz bunları buradan global götürsəz, globalda istifadə edə bilərsiniz, amma bəzən local götürmək daha yaxşı olur. Çünki global götürəndə bir neçə yerdə işlədəndə təmizləməsəz problem yaradır. Bir noda daxil oldumsa onu true edirəm. Əgər bir noda getməmişəmsə normal oraya gedirəm. Bu normal bildiyimiz adi DFS-dir. Və DFS-dən çıxma sırasında ordera yığıram. Bu orderu alandan sonra həmən orderu reverse deyirik və reverse sırada prime qrafda, yəni əks tərs qrafda DFS-ləri atırıq və hər hansı bir noddan nod visited deyilsə, oradan DFS atırıqsa, o visited olmayan nodlara təzədən gəlib baxırıq. Onlar hansılara gəlib girə bildisə tərs qrafda, demək ki, düz qrafda da o nodlardan bu noda gəlib girə bilir. Demək, bunlar bir yerdə strongly connected komponent. Və bu DFS-i də attığım zaman nə edirəm? Prosto burada neçə dəfə bu hala girib onu yoxlayıram. Bu hala bir dəfədən çox giribsə, demək ki, birdən çox strongly connected komponent var. Və onların hər dəfə girəndə bir dənə nodunu bəs eləyir ki, bir dənə roots adlı vektora yığım. Çünki sonda mənə deyir ki, əgər strongly connected deyilsə, hər hansı ikisini ver. Əgər ki, sonda bunun sayısı birdən böyükdürsə, demək ki, iki dənə nod var ən az orada. Hansı ki, ayrı-ayrı strongly connected komponentlərdədir, onları verirəm. Okey. Implementation-ı kim başa düşdü? Bəs niyə işlədiyini kim başa düşdü? Okey, niyə işlədiyini məncə biraz tam oturmaya bilər ağlınıza. Çünki biraz, yəni mən özüm də öyrənəndə ilk başda niyə işlədiyi bəzən biraz sual altında qalırdı. Təqribi intuitiv olaraq tuturdum. Amma işlətdikcə və yaxud özünüz üçün kağızda məsələlər eləyəndə, analiz elədikcə daha yaxşı anlaya bilərsiniz niyə işlədiyini. Onu taxa bilərik, yəni. Kimin zaryatkası çoxdur? Mənki çıxarsa kompüter biraz yavaş işləyir. Hansıdır? İkisi də eynidir bunlar. Lenovo. Birini çıxardaq. Onu çıxardandan sonra bunu da çıxardaq. Bura taxaq. Ayo, bir dəqiqə. Bu məsələ alınır bax burada. Necə taxmaq lazımdır ki? İstəyirsiniz? Məncə heç biri girmir. Mən 38%. Nə qədər? 38. Yox. Burada taxa biləcəm məncə. O başlıqın o bir tərəfinə taxa bilərik. Yox, belə qərar gedir. Sonra da flight route Qoyacam şeyə, tematik kontestdə. İndi strongly connect komponentlə bağlı da ekstra çox bir şey deməyəcəm. Məsələlərdə bəlkə nəsə olacaq. Keçək növbəti topikə.
Ya da istəsəz fasilə eləyə bilərik. Fasilə eləyəkmi? Fasilə eləmək istəyirsiniz? Ben istəyirəm. Ha, istəyirsə deyin, istəmirsə davam edəcək. Bridge and ya da belə deyək, daha cut edge drop cut point cut edge cut vertex okay, cut edge və cut vertex nədir? Paylaşmaq istədiyim nəsə var idimi? Strongly connect component buradan oxuya bilərsiniz. Burada mən deyən alqoritmdir, yoxsa Tarjandır? İkisi də var, okey. Burada mən deyəni olmalıdır. Tarjan da hardasa olmalıdır burada, amma bəlkə başqa yerdə. Nəsə. Aha, indi bridge və articulation point-ə baxırıq və ya cut edge, cut vertex də deyirlər. Nə mənaya gəlir? Undirected graphda var bu definitionlar, directed graphda yoxdur bu definitionlar. Undirected graphda əgər hər hansı bir edge-i qırarkən qrafdakı connected komponentlərin sayı artırsa, buna bridge deyirlər və ya cut edge deyirlər. Yəni nə mənaya gəlir? Bridge körpüdə, yəni onu qıranda qrafda connected komponent artırsa, bu demək ki, connectivity azalır. Yəni ki, hər hansı başqa bir nodlardan başqa bir nodlara əvvəl o edge-dən keçməklə getmək olurdu, indi daha olmur. Və belə bir hal varsa, demək ki, yalnız o edge-dən keçməklə getmək olurdu, başqa bir yol yoxdur. Dolayısıyla iki nod arasında o edge-dən keçməməklə də getmək olurdsa, o edge heç vaxt cut edge olmur və ya bridge olmur. Gəlin baxaq belə bir şeyə. Məsələn, deyək ki, bu qrafın bir hissəsidir və burada bir edge var belə, bu nodla. Qrafın digər bir hissəsini belə birləşdirir. Oradan da görə bilərsiniz ki, bu körpüyə oxşuyur. Yəni ki, buradakı hər hansı bir noddan, U-dan buradakı hər hansı bir V-yə getməyin yeganə yolu bu edge-dən keçməklədir. Yəni başqa cür getmək mümkün deyil. Dolayısıyla yəni, bu edge-i qırsam mən artıq U-dan V-yə getmək olmur. Onda bu tip edge-lər bizdə olur cut edge və yaxud bridge. Və bəzi məsələlərdə spesifik elə məsələ sırf bridge-ləri tapmaq ola bilər və yaxud bəzi məsələlər ola bilər ki, siz orada bridge-ləri tapıb məsələnin həllini gətirə bilərsiniz ki, bridge-ləri tapıb daha sonra qrafı bridge-ləri qırandan sonra ayrı-ayrı connect komponentlərə gətirməyə və daha sonra onun üzərində nəsə başqa bir şey tətbiq eləməyə. Adətən o yarışlarında standart düşmür ki, məsələ siz bridge tapın. Yəni prosto məsələdə gələ bilər ora ki, bridge-lər nəsə xüsusi edge-lərdə onları tapsaz məsələnin həlli sadələşir. İndi bridge-in nə olduğunu yəqin ki, hamı anladı. Əgər burada məsələn bir dənə də bu komponentdən bu komponentə belə bir birləşmə olsa, onda bu edge-lər bridge olmayacaq artıq. Çünki mən bunu qırsam da, buradakı deyək ki, strongly deyirəm. Buradakı connected komponent, yəni buradakı hər şeydən hər şey getmək olur, buradakı hər şeydən hər şey getmək olur. Buradan da bura bir dənə belə edge, bir dənə belə edge varsa, onda bunların artıq heç biri bridge deyil. Çünki birini qıranda yenə də connection qalır bu yandan bu yana. Okey, deməli indi məsələn 3-də hansı edge-lər bridge-dir? Aha, 3-də bütün edge-lər bridge-dir. Çünki 3-də hər hansı bir edge qıranda artıq connect komponent sayı artır. Və ağlınızda həmişə olsun ki, mütləq deyil qraf özü connected olsun. Yəni disconnected bir qrafda da bridge-lərdən söhbət gedə bilər. Yəni belə bir qraf var. Məsələn, tutaq ki, budur. Bu disconnected bir qrafdır, amma burada yenə də bu nod bridge-dir. Çünki bu nodu qırdığım zaman connect komponentlərin sayı artır. Və indi biz necə tapa bilərik bridge-ləri, ondan danışaq. Bridge-ləri tapmaq üçün adi DFS-lə tapırlar bridge-ləri əslində. Və DFS əslində qraf alqoritmlərinin içində ən çox tətbiq olunan alqoritmdir məncə, yəni xüsusən competitive programmingdə. Və DFS-lə siz biraz analiz eləsəz, fərqli qrafda fərqli propertyləri falan tapa bilərsiniz. Məsələn, burada baxacağımız şey nə olacaq? Öncə birinci DFS atarkən hər hansı bir qrafda, undirected qrafda, DFS-in getdiyi edge-lərlə yaranan qrafa baxaq, hansı ki, həmən qraf özü tree olacaq.
Məsələn, belə bir dənə qraf düşünək. Qrafı yaxşı çəkməyə çalışacağam ki, maraqlı olsun. Görək çəkə biləcəmmi belə bir qraf. Tutoriallarda var, oradan da götürmək olar. Okay, belə. Burada bir dənə bridge olsun. Sadəcə bir dənə connected komponent çəkəcəm, çünki zaten önəmli deyil. Ayrı-ayrı bir neçə komponent varsa, eyni şeyi hər komponenti tətbiq edirik. Məncə bu kifayət qədər normal. Və belə nömrələyək. Bura olsun 1, bura olsun 2, bura olsun 4, bura olsun 3, bura olsun 7, bura olsun 6, 5, 1, 2, 3, 4, 5, 6, 7, bu da 8 olsun. İndi bu qrafda, deyək ki, biz bridge'ləri tapmaq istəyirik və birdən DFS ataq, gəlin və görək nə baş verir. Birdən attığımız DFS, deyək ki, ya 2-yə ya 4-ə gedə bilər. Məsələn, deyək ki, birinci getdi 2-yə. Bir şey soruşuyorum. Cycle'ları kolonlasaq, ondan sonra 2 dənə fərqli cycle nodları kolonlayaq. Necə, hansı nodları kalırdı? Hər hansı bir noda kolor qoyaq da. Qoyduq. Ondan sonra o nod əgər bir dənə cycle'ın içindədirsə, Cycle'ın içində olduğunu necə yoxlayaq? o da lazımdır. Cycle-dan deyil. Cycle-la deyil əslində. Yəni cycle-la da düzdür. Yəni cycle-da olan bir şey edge bridge deyil təbii ki. Amma yəni biz cycle-ları tapmırıq bridge-ləri. Əslində bridge-ləri tapmaqla hansı node edge-lər cycle-da da onu tapmaq olur. Yəni biz bridge-ləri tapa bilərik. Daha sonra başqa hansı edge-lər, məsələn, məsələ verilsə ki, tapın ki, hansı edge-lər cycle-da iştirak edir. Əslində biz orada birinci bridge-ləri tapacağıq. Bridge olmayan bütün edge-lər cycle-da iştirak edir. Yəni əslində cycle tapıb bridge tapmırıq. Bridge tapıb cycle tapırıq. Yəni bridge tapmağın daha rahat yolu var çünki. Birdən başladıq, DFS atdıq, getdi deyək ki 2-yə. Getdiyi istiqamətlə oxla göstərəcəm belə. 2-dən daha sonra tutaq ki, getdi 4-ə. Təbii ki, 4-dən daha sonra bir dənə yolu var, gedəcək 3-ə. Sonra 2-dən getdi 7-yə. 7-dən getdi, məsələn, tutaq ki, 6-ya getdi, 6-dan 8-ə gedəcək, 8-dən 5-ə gedəcək. Və indi bunu rooted tree kimi çəksəm, burada qırmızı ilə, yəni DFS-in getdiyi edge-ləri. Bayaq nə dedim? Dedim, DFS atanda hər hansı undirected qrafda yaranan DFS-in getdiyi edge-lərin yaratdığı şey bir tree-dir. Nəyə görə tree-dir? Çünki aydın məsələdir. Çünki DFS-də bir noda bir dəfə getdiksə visited qoyuruq, ora təkrar getmirik və ona görə də n-1 dənə edge-dən keçirik. Yəni qırmızılar n-1-dən olur və bu tree əmələ gətirir. Ona deyirlər DFS tree. Və bu edge-lərə də tree edge-lər deyəcəyik, qırmızı ilə olanlara. Burada həmən qrafı təzədən çəkirəm. 1-dən getmişəm 2-yə. 2-dən getmişəm 4-ə. 4-dən getmişəm 3-ə. Və bir də daha sonra getmişəm 2-dən 7-yə. 7-dən 6-ya. 6-dan 8-ə. 8-dən də 5-ə. Güzel oldu. Aha, 1-dən getmişəm 2-yə. DFS atarkən 2-dən 4-ə getmişəm. DFS-də 4-dən 3-ə. Sonra 2-dən 7-yə, 7-dən 6-ya, 6-dan 8-ə, 8-dən 5-ə. Və bir də burada DFS-də iştirak eləməyən edge-lər var. Yəni DFS tree-yə aid olmayan edge-lər. O edge-lərə də adətən back edge-lər deyirlər. Yəni onları da burada çəkək, onları göy ilə çəkəcəm. Bir 4-dən 1-ə bir edge var. 4-dən 1-ə. Hansı ki o şeydə DFS-də onu, yəni 4-dən mən 1-ə baxanda artıq 1 visit edildi deyə bu edge-i getməmişəm. Bir də burada 5-dən 7-yə var. Onu da getməmişəm. Bunlara niyə back edge-lər deyirlər? Çünki
Sizcə niyə package deyirlər bunlara? Tree-də deyil. 3D deyil təbii, amma niyə package deyirlər? Non-triage desin. Non-triage də deyə bilərlər, amma package demələrin səbəbi budur. Hə, çünki baxın 1 2 4-ə gəlmişəm mən və hal-hazırda bu edge niyə getmirəm? Çünki 1 artıq visiteddir. Yəni sanki geri gedirəm də, yəni DFS 3-də mən DFS prosesinin içində 1-dən 2 açılıb, 2-dən 4 açılıb, 4-dən 1-i görürəm. Təzədən geri elə bil qayıtmış oluram. Ona görə package deyirlər, yəni geri edge. Bunu adətən bəzən belə oxla da göstərirlər, yəni geriyə doğru getmək, amma getmədim bunları. Package-lerin arasındakı bütün edge-lər bridge deyil. Package-lerin arasındakı Yox. necə? Yox. Package-lerin arasındakı əgər buna deyirsənsə bunu əhatə elədik. Yox. İndi burada var package-lər, bir də var triage-lər. İndi aydın məsələdir ki, package-lerin heç biri bridge olmayacaq. Niyə sizcə? Onlar cycle. Package-lər hamısı cycle-dadır da elədir. Çünki package niyə olub o package? Çünki o cycle-da olmasaydı, demək ki, ona triage kimi gedəcəkdik DFS prosesində. O package ona görədir ki, cycle-dadır. Package-lerin heç biri bridge ola bilməz. Bridge ola biləcək edge-lər triage-lərdən hansılarsa ola bilər və yaxud ola bilər ümumiyyətcə yoxdur. Hansı ki bizdə burada 2 dənə bridge var, elədir. Biri budur, bridge-in biri də budur. Bu bridge-dir, bu bridge-dir. Burada işarələsək onları, hansılardır? Bu bridge-dir və bu bridge-dir. Yəni bunları qıranda mən 3 komponent sayı artır qrafda. İndi nə edəcəyik? İndi bu DFS-in getdiyi sırayla biz bayaqki kimi in time istifadə eləsək, yəni normalda biz 3-də in time istifadə edirik, amma fərqi yoxdur. Onsuz da istənilən qrafda da biz DFS atanda DFS-in getdiyi şey 3 əmələ gətirir deyə yenə eyni şey eləyə bilərik. Yəni hər noda girdiyimiz time-ı qeyd edək. Bunun in time-ı nə olur? Bir nodunun birinci 1-ə getmişik olsun 1. In time-ları burada yazaq. Sarı rənglə yazaq. Bunun in time-ı 1-dir. Bunun in time-ı nədir? 2-dir. Bunun in time-ı 3-dür. Bunun in time-ı 4-dür. Burada sadəcə in time var, out time yoxdur. Ona görə çıxanda nəsə artırmayacağım. Növbəti bura girib, bunun üçün 5-dir. Növbəti bura girib, bunun üçün 6-dır. Növbəti bura 7-dir. Növbəti bura 8-dir. Əslində bundan sonraki hissəni bir neçə cür eləmək olur. In time-dan da eləmək olur, level-dan da eləmək olur. Bir çox yerdə amma in time-dan olan implementation-ı görəsiniz böyük ehtimal. O daha yaxşı implementation-dır məncə. Amma level-dan da olan implementation-ı eləyə bilərsiniz. İndi məsələ nədir? Hər hansı bir edge nə vaxt bridge olacaq? Əgər ki o edge-in sub-treesində, sub-tree nəyə deyirəm? Burada qırmızı nodlardan ibarət şey tree əmələ gətirir də, elədir. Bir də root-dur bizdə, DFS atdığımız nod. Əgər o nodun sub-treesində, tutaq ki, U və edge o zaman bridge-dir ki, U bizdə ancestor-dır, V onun child-ıdır. Əgər ki, V-nin sub-treesində elə bir package yoxdur ki, bu V-dən daha yuxarıya getsin. Okey, yəni bir də baxaq. Bu V-nin sub-treesi-də elədir. Əgər V-nin sub-treesində elə bir göy edge yoxdur ki, yəni package, o V-dən daha yuxarıya qalxır, onda U və edge bridge-dir. Nəyə görə? Çünki mən U və edge-ni qırsam, bu sub-treedə elə bir package yoxdur ki, bu sub-treedəki hər hansı bir nodu daha yuxarıya bağlayır. Demək, bunu qırsam, bu ayrı bir komponentə ayrılacaq, elədir. Bir şey soruşayım. Demirəm ki, elə bir məsələn, Rusorda back edge olan edge-lər hardakı var. Onlar bridge deyil. Onlar bridge deyil, dediyi onsuz. Bəlkə də deyirəm. Hə, bayaq dedi ki, back edge-lər onsuz bridge deyil. Yox, back edge-in məsələn 4-dən 1-ə var, 4-dən 2-yə 2-dən 1-ə. Hə, o ara bridge deyil. Hə, onu dedik. Qalan hər şey bridge-dir ki, bu qarışıq ola bilər axı situasiya. Yəni burada da bir dənə buradan bura back edge ola bilər, nə bilim belə şeylər ola bilər. Yəni burada 2 dənə belə sadədir deyə rahat bəlkə elə düşünmək gəlir, amma elə asan deyil də o cür müəyyən eləmək. Deməli bir edge o zaman back edge-dir ki, o zaman bridge-dir ki, o edge-in aşağısında olan noddan, yəni rooted tree kimi baxanda ancestor yox, digər noddan, nodun sub-treesində elə bir edge yoxdur ki, bu nodun özündən daha yuxarıya bağlayır bunu. Yəni sadədir də bunu görmək elədir, yəni bunu anlamaq. Ki burada elə bir şey yoxdursa, demək ki mən bunu qıranda aşağıdan da heç nə yoxdur bunu yuxarıya bağlayan. Demək ki heç cürə
bu bağlı qalmayacaq bu nodlara, yəni ayrılacaq, ayrı bir komponentə bölünəcək. Aha, məsələn, niyə burada tutaq ki, niyə burada tutaq ki, bu edge bridge deyil? Çünki 7-6 edge'inin bridge olması üçün 6'nın subtree'sində elə bir package var ki, bu subtree'dən hər hansı bir nodu 6'dan daha yuxarıya bağlayır. Yəni dolayısıyla mən bunu qırsam da bunlar disconnect olmayacaq. Yəni 6, 8, 5 komponenti yuxarıdakindən disconnect olmayacaq çünki onu birləşdirən başqa bir edge var. Amma yuxarıdakında disconnect olur çünki heç bir edge daha yuxarıya birləşdirmir bu komponentdən heç bir nodu. Bura qədər kim başa düşdü? İndi əsas məsələ implementation'dır qalan bundan sonraki, yəni bunu necə tapacağıq. Bayaq dediyim hissə implementation'la bağlı idi. In-time'dan istifadə eləməklə tapmaq olur, bir də əlavə bir ekstra şeydən və ya level'dan istifadə eləməklə. Level'dan istifadə eləmək məsələsi çox intuitivdir əslində. Nəyə görə level'dan istifadə eləmək lazım gələ bilər? Çünki mən burada bunun subtree'sində hər hansı bir nodun bundan daha yuxarıya bağlanıb bağlanmadığını bilmək istəyirəmsə, mən əslində bu nodun özündə saxlasam ki, bunun subtree'sində yuxarıya gedən package'lər arasında ən balaca level'a qalxan nod hansıdır? Ən balaca level'a. Əgər ki, onun level'ı bunun level'ından daha kiçik olsa, demək daha yuxarıya bağlayır. Elədir? Yəni, mən burada saxlasam ki, buradan yuxarı, bunun subtree'sindəki yuxarı qalxan bütün package'lərin arasında ən yuxarı qalxanı hansıdır? Yəni, ən yuxarı qalxanı ən balaca level'a qalxan deməkdir də. Və o level'la bu nodun level'ını müqayisə eləsəm, əgər o level daha kiçiksə, demək bundan daha yuxarı qalxır. Yox, kiçik deyilsə, onda demək bura bridge'dir, daha yuxarı qalxan şey yoxdur. Bunu level'la da eləmək olur, amma in-time'la da eyni ilə eləmək olur. Çünki in-time'la necə eləyə bilərik? Biz bu noda girmişik, daha sonra bu nodlara girmişik də. Bu nodların hamısının in-time'ı yuxarıdakıların hamısının in-time'ından daha böyükdür. Yəni burada 5, 6, 7, 8 bu yuxarıda qalan şeylərin in-time'ından daha böyükdür. Yəni in-time də burada bizə eyni ilə level kimi kömək eləyir bu şeydə. Yəni baxsaq ki, bunun subtree'sindən yuxarıya gedən package-lərin getdiyi nodlar arasında in-time'ı ən kiçik olan nodun in-time'ını saxlasaq, əgər ki onun in-time'ı bundan daha kiçikdirsə, demək ki o nod daha əvvəl rast gəlinib, yəni o nod ancestordur. Zaten bu tərəfdə olan bir şey ola bilməz. Çünki buradan bura bir package olmur. Package zaten ancestora doğru olur da. Və əgər ki ən balacanın in-time'ı daha balacadırsa, demək ki o noddan gəlmişik, buna çıxmışıq. Onda demək bu bridge deyil. Yox, əgər deyilsə, demək bu bridgedir. Okey, indi deməli nə saxlamalıyıq? Bir in-time'ları saxladıq, bunu rahat bilirik necə saxlayırıq. Bir də nə saxlamalıyıq? Saxlamalıyıq ki, hər nodun subtree'sində olan package-lər arasında ən balaca in-time'a götürən edge və ən balaca in-time. Yəni, ona adətən implementationlarda low deyirlər, low V. Yəni, V nodunun subtree'sində, bu V desə bizdə, V nodunun subtree'sində ən aşağı level'a qalxan nod və yaxud onun in-time. Dolayısıyla əgər low V, indi biz bu UV edge-inə baxanda, əgər low V böyük bərabərdirsə time in V-dən, demək ki, UV edge bridge-dir. Niyə? Çünki low V nədir? Bizdə low V deyir ki, bunun subtree'sində ən balaca in-time'ı olan ən balaca in-time'a qalxan bridge özü böyük bərabərdir bunun timing-indən. Demək ki, ya ən çox buna bərabərdir, ya da daha aşağıya bir package var. Ola bilər belə də olsun, heç bu burada qədər olmasın. Daha yuxarıya yoxdur. Çünki daha yuxarıya olsa tərsi ödənərdi bu şərtin. Low V kiçik olardı tin V-dən. Elədir? Yəni ki, buradan birdən bir dənə belə bir package olsaydı, onda V-nin low-su ən balaca şeyi 2 olardı və 2 5-dən kiçikdir deyə bu bridge olmayacaqdı. Bir bu cür eləyə bilərsiniz. Başqa cür eləmə üsulları da var. Amma hamısında məntiq odur ki, necəsə hesablamalısınız ki, bu subtree'dən yuxarıya olan bir yerə package varmı? Mən bu usulu izah edəcəm, amma bir dənə tutorial atacağım. Orada Codeforce-dadır. O qaqaş biraz başqa cür eləyib. O qaqaş eləyib ki, bu subtree'nin aşağısından, bu subtree'dən aşağıdan daha yuxarıya neçə dənə edge var, package var, sayını sayıb.
sayı əgər 0-dırsa, demək ki, package yoxdur buradan aşağıdan, buradan yuxarıya. Onda demək bu bridge-dir. Yox, əgər sayı 0-dan fərqlidirsə, yəni bu subtree-dəki hissədən bundan yuxarıya olan package-lərin sayı 0-dan böyüksə, demək ki, bu bridge deyil. İkisi də əslində bənzər şeydir və bir növ DP13 kimi hesablanır. Elədir, DP13-də keçmişdik. Çox sadə bir DP13-dir. Yəni ki, indi sizcə məsələn low v-ni bu nod üçün necə hesablaya bilərik? Onun çayları arasında onun özünü dəyişir. Aha. Low v-ni biz belə hesablaya bilərik. Bir childlarının low v-lərini götürəcəyik. Bir də ki, özündən ola bilər ki, yuxarıya package olsun da. Əgər özündən yuxarıya package varsa, o ilə childlarından gələn olan package-lərin minimumu. Hansı daha minimumdursa onu saxlayacaq orada. Çünki məsələn bunun özündən burada birdən belə bir package olsaydı 1-ə, onda bunun low v-si artıq bu subtree-dən olacaqdı 1 və bu bridge olmayacaqdı 2, 7. Yəni ki, belə bir edge olsaydı da bu qrafda. Tamam. Implementation, öz implementation'ımı xatırlamıram hardadır, çünki 7-8 il qabaq implement eləmişəm, amma şeydən göstərəcəm, CP algoritmimizdən, eyni dediyim kimidir. Amma bir dənə məsələ var bridge tapmaqda. Əgər ki, multi-edge varsa qrafda, bu multi-edge olmayan halda elədiyimiz şeydir. Multi-edge olanda biraz şey dəyişir, çünki məsələn, düşünün 2-7 arasında multi-edge var, bir dənə də belə edge var, təkrar. Onda bu bridge sayılmır da elədir, çünki heç biri bu edge-ləri ID-lərinə görə baxsaq, yəni burada 2 dənə edge var. Bunu qırsam, yenə də connection qalır və yaxud bunu ayrıca qırsam, yenə də connection qalır. Bu bridge deyil əslində. Amma bu implementation'ımızda bunu bridge kimi götürəcək. Bu dediyim şey multi-edge'i nəzərə almır. Multi-edge'i nəzərə almaq istəsəz çox çətin deyil, bir neçə cür nəzərə ala bilərsiniz. Ümumiyyətlə, qabaqcadan qrafı input eləyəndə hər hansı edge multi-dirsə, onu başdan nəzərə ala bilərsiniz ki, o edge heç vaxt bridge ola bilməz. Çünki multi olan bir edge'in birini qıranda digəri yenə də qalır. Bunu eləyə bilərsiniz ki, əgər bu implementation'da qalan extraction əlavə eləməyəcəksiniz, prosto bu edge'i bridge kimi tapanda bir dənə baxacaqsınız ki, əvvəl qrafı input eləyəndə baxmısınız, bu edge multi-dirsə, onda demək bridge deyil, yox deyildirsə, okey, demək bridge-dir. Başqa nə eləyə bilərsiniz? Bu implementation'da şey eləyə bilərsiniz. Nodlara tutaq ki, buradan bura 2 dənə edge varsa, onda DFS bunlardan birini gedərkən, digəri package olacaq da bizdə elədir. Digərinə package kimi baxacağıq və biz edge'ləri burada nodlara görə yox, edge'lərə görə baxmalıyıq. Yəni, məsələn, mən 2-nin adjacency listində 7-ni 2 dəfə saxlamışam da, elədir, çünki 2 dənə multi-edge olduğuna görə. Və 2-dən 7-yə gedərkən, bu bilirəm ki, necə 3 edge-dir və yoxlamaq istəyirəm ki, bu bridge-dirmi, yoxsa yox. Bu edge-ə baxarkən, bu edge-ə, hansı ki, bunu 3 edge kimi yox, back edge kimi götürmüşəm. Mən burada low v-ni bu back edge-ə görə 2 eləmiş olacam. Yəni, dolayısıyla multi-edge varsa, siz bir kruk bu edge-lərin hamısını proses eləməlisiniz. Və yaxud nə eləməlisiniz? Baxmalısınız ki, əgər ki, bir nod, məsələn, 2-dən 7-yə gəldiniz, indi 2-dən 7-yə gələrkən baxırıq ki, 2-dən 7-yə gələn edge bridge-dirmi, yoxsa yox. Bunun üçün 7-nin subtree-sini full compute hesablayıb qutarmış olmalıyıq. Yəni, low 7-ni hesablamış olmalıyıq. Low 7-ni hesablayarkən də biz 7-dən çıxan edge-lərə baxırıq, elədir. 7-dən çıxan bütün edge-lərə baxırıq da. Çünki 7-dən məsələn yuxarıya bir dənə belə bir edge olsa, onda 7-nin low-su nə olardı? 1 olardı. Burada hal-hazırda 7-dən yuxarıya çıxan belə bir dənə edge var, 2. Normalda biz buna baxmırıq. Çünki bu edge-in özü də onu bizə ifadə eləyir. Yəni, əgər multi-edge olmasa, burada, multi-edge olmasa, bu 2-dən 7-yə olan edge-in özü də 7-dən 2-yədir də həm də. Çünki directed deyil, axı, bizdə undirected qrafda 7-nin siyahısında 2 var. Amma 7-nin siyahısında 2 dəfə 2 varsa, yəni birdən çox dəfə 2 varsa, onda növbəti
növbəti dəfə 2 rast gəlirsə biz onu şey kimi istifadə eləyəcəyik, package kimi istifadə eləyəcəyik. Amma bir dəfə rast gəlinirsə package kimi istifadə eləməyəcəyik. Bunu implementationda necə çək eləyə bilərsiniz? CP alqoritmimizin implementationda bu var. Qoya bilərsiniz ki 2-dən 7-yə gedəndə indi 7-dən çıxan edgelərə baxanda bu edge niyə baxmır? Adətən bunu DFS-də necə handle edirik? Deyirik ki parentedsə baxma. Çünki birbaşa əvvəl gəldiyimiz noddursa baxma. Amma deyə bilərik ki parentedsə baxma və bir dənə yəni bir dənə checker qoy ki artıq parentını keçdin, parentın üstündən keçdin. Təkrar bir dəfə də bu gəlsə, biləcəyik ki multi edge var. Çünki parentına bir dəfə baxdım, indi bir dəfə də baxıram. Demək nəyə görə bir dəfə də baxıram? Demək multi edge var. Okay, onda bu multi edge back edge kimi baxıb 7-nin low'sunu 2 kimi hesablaya bilərsiniz. Onda 7-nin low'sunu 2 kimi hesabladıq deyə bu edge bridge kimi götürməyəcək. Bu multi edge olan haldadır. Bu çox vaxt lazım olmayacaq. Adətən çünki məsələlərdə verəndə deyir ki simple qrafdır. Amma deməsə ya bu cür həll eləməlisiniz ya da qabaqcadan dediyim kimi multi edge'ləri özünüz qeyd eləməlisiniz bir dənə dəyişəndə ki məsələn bu ID-li edge multi edge'dir. Onda onu heç vaxt bridge kimi götürməsin. Bir neçə cür həll eləyə bilərsiniz bunu. Yəni burası çətin deyil əslində. Implementation'a gəlincə burada belə bir implementation var. DFS hissəsinə baxaq. V və parent saxlayır DFS-dəki, yəni V-yə hardan gəlib ən son. V-yə girdiyimiz zaman onu visited eləyirik. Time in-ini timer-la yazırıq. Plus timer və ya timer plus da yaza bilərsiniz. Fərqi yoxdur. Əgər belə yazsa sıfırdan indekslənəcək time in-lər. Low V-yə də başlanğıc olaraq elə time in V-ni yazır. Bu nəyə görədir? Çünki nodun özündən özünə gedə bilirəm də elədir. Məsələn 7 nodunun initial low'su elə ən azı 5-dir. Çünki 7-nin özündəyəm. Amma daha balaca bir şey tapsam, artıq onda U-dan, yəni 2-dən 7-yə olan edge bridge olmayacaq. Burada dediyim həmən o şeyi eləyib, multi edge'i nəzərə alıb. Bunu hələ ki siz düşünməyin. Burada boolean parent skipped və bu parent skipped hissəsi lazım deyil. Multi edge olanda o lazım olur. İndi nə edir? V-nin agency listində bütün qonşularına baxır. Əgər parentsə sadəcə continue eləməlisiniz. Sadəcə to bərabər parentsə continue düşünün. Bu hissələrə hələ ki baxmırıq. Daha sonra yox, əgər visited to-dursa və parent deyilsə, çünki continue eləməmişik. Visited to-dursa bu deməkdir ki V-dən yuxarıya bir dənə back edge var. Yəni əvvəl ora gedilib visiteddir. Yəni məsələn gəldik burada 5-dəyik. 5-dən hal-hazırda 7-yə edge var və 7 visiteddir. Demək bu back edge'dir. Back edge'dirsə, o zaman demək ki, onda biz V-nin, hal-hazırda olduğumuz nodun low'sunu update eləməliyik. Çünki buradan bir dənə yuxarıya edge var və o da ola bilər çox yuxarıya gedir. Onda o daha yuxarı gedən back edge'dirsə, update etməliyik bunun low'sunu. Yəni burada məsələn mən 5-in low'su nə olacaq? Olacaq 5 nodunun low'su olacaq 5. Yəni timing'i 5 olan bir noda qalxa bilir o back edge-lə. Deyirik ki, onda low V bərabərdir minimum of low V. Ola bilər indiyə kimi daha yaxşı idi, yoxsa ya da ki, ola bilər indi getdiyimiz nodun timing'i daha kiçikdir. Bunların minimumunu yadda saxlayacağıq. Yox, əks halda, əks hal hansıdır? Əks hal odur ki, tree edge-lə baxırıq. Bu hal odur ki, back edge-ə baxırıq. Bu hal odur ki, yox, visited deyilsə, demək normal DFS ora getməlidir, onda tree edge-dir, yəni qırmızı edge-lərdir. DFS-i ora aparırıq. DFS-i ora apardığımız zaman isə, indi burada nə etməliyik? Demişdik ki, bir nodun low'sunu hesablayarkən bir ondan çıxan back edge'lərə görə eləməliyik. Ondan çıxan back edge'lərə görə bu şəkildə update edirik. Bir də onun child'ları üçün hesabladığımız low V-lərə baxmalıyıq, yəni DP13 kimi. Onun child'larının low V-si ilə, low 2'su ilə də, yəni child'ı 2'dursa, onda low V-ni minimum of low V ilə low 2 eləyirik. Və bir də burada yoxluyuruq ki, niyə else-in içində sadəcə yoxlayırıq? Çünki else-in içində biz tree edge-lərə baxırıq və yalnız tree edge-ləri bridge ola bilər. Əgər ki to bizdə aşağısıdır. Mən burada V dediyim. V isə onun U dediyidir. Əgər to-nun low'su time-in V-dən böyükdürsə mi? Bir dəqiqə baxaq, niyə böyükdürsə ciddi. Burada nə yazmışdım? Bax, low V böyük bərabərsə time-in V-dən. Bu low 2 deyir. Okey, belə də demək olar, eyni şeydir. Okey, belə də demək olar. Fərqi yoxdur. Mən burada V-nin
öz low'sunu öz timing'i ilə müqayisə eləmişdim. O low'nun to'nun low'sunu, yəni bu qarışmasın deyə bunları to ilə v ilə adlandırırım, oradakı ilə eyni olsun. Bu v'dir, bu da to'dursa. Onda mən demişdim ki, burada bayaq to böyüksə to'dan. Belə də yoxlaya bilərsiniz əslində. Low to timing to'dan böyük bərabərdirsə low to. Demək ki, bura ən yuxarı qalxdığımız şey bunun subtree-sində bunun timing-indən böyük bərabərdir. Demək daha yuxarı qalxmır. Və yaxud belə yoxlaya bilərsiniz. Low to low to ciddi böyükdürsə timing v-dən. Eyni şeydir bu əslində. Timing v budur. Yəni low to bunun buradan qalxa bildiyim ən yuxarının timingini saxlamışam da mən low to-da bu subtree-dən. Əgər bu özü timing v-dən böyüksə, demək mən v-yə və yaxud v-dən yuxarı heç bir yerə qalxa bilməmişəm buradan. Demək ki, bunu qıranda aşağıdan yuxarı connection olmayacaq. Və ya belə də yoxlaya bilərdiniz. Low to timing to-nun özündən böyük bərabərdirsə. V-dən böyükdürsə ciddi yoxluşuz. V2-dan böyük bərabərdirsə, çünki V-ninkinin öz timingi bununkindən ciddi kiçik olduğuna görə belə yoxlaya bilərsiniz. Belə də deyə bilərik. Bərabərsizlik riyazi olaraq bu ödənir. Bu böyük bərabərdirsə timing to-dan. Zaten timing to da avtomatik bilirik də timing V-dən daha böyükdür. Çünki V2-nun parent olduğuna görə birinci V-yə girmişik, sonra to-ya və timer'ı girdikcə artırırıq deyə timing to daha böyükdür. Okay, burada belə də yoxlaya bilərsiniz. Mən dediyim kimi də isBridge V2 deyib burada. Yəni bu isBridge V2 deyir hər hansı bir metoddur. Yəni bridge ilə bağlı nəsə. Yəni bilirik ki, V-dən to-ya olan edge bridge'dir. Daha onun üzərində məsələdən asılı olaraq nə eləmək istəyiriksə, onu eləyə bilərik bu metodun içində. Əgər ola bilər ki, ən simple şəkildə bridge'lərin sayını saymaq istəyiriksə, burada prosto bir dənə count plus plus eləyə bilərik. Və yaxud bridge olan edge'ləri yığmaq istəyiriksə bir dənə şeyə, onda V2-nu pair kimi bir dənə vektora artıra bilərik. Burada hissəsi driver hissəsidir kodun, yəni prosto visited başdan false eləyib, timingləri -1 eləyib, low'lara -1 assign eləyib, əslində -1-ə məncə ehtiyac yoxdur, amma nəsə. Bir də visited olmadığı müddətcə DFS iyi atıb, çünki bir neçə komponent ola bilər. Bir komponent olanda okey, bir dənə birdən atsaq okeydir, amma bir neçə komponent varsa hər komponentdən DFS atmalıyıq ki, hər komponentdəki bridge'ləri müəyyən eləsin. Buradakı parent skip nə üçündür? Parent skip o bayaqki dediyim multi-edge üçündür. Tutaq ki 2 ilə 7 arasında birdən multi-edge olsaydı, onda 7-nin hal-hazırda hal-hazırda 7-yə baxarkən, məsələn, tutaq ki 2-nin siyahısında 7 var, elədir. Birinci dəfə baxanda baxır ki 2 bərabərdir P. Bu neyir? 2 bərabərdir P mi? 2 bərabər P-dirsə parent skip, true, continue. Bu tam olaraq məncə düz eləmir. Mən baxım görüm düz eləyəcəkmi? Əgər ki V-dən baxırıqsa to-ya və indi baxırıq ki to parent deyil, bu da deyil. Okay, burada olmayacaq. Biz to-ya baxanda bu if-ə girəcək əslində. Daha doğrusu if-də nəsə önəmli bir şey baş verəcək. Biz to-ya baxanda, yəni to bizdə V olanda və onun qonşusu olan bu V parent olanda bir dəfə parent kimi skip eləyəcək, bir dəfə isə eləyəcək. Məsələn, buradakı parent məsələsi məncə tam olaraq düzgün implementlənmir. Onun continue eləməzsə, əgər parent skip deyilsə, onsuz da bridge kimi götürür, birinci seçiyorsun. Yox, məsələ, o yox. Multi-edge-i handle eləmək üçündür bu, amma tam olaraq məncə bu multi-edge-i handle eləmir. Aşağıda görüm nəsə yazıb bu ilə bağlı. Note that this implementation malfunctions in the graph has multiple edges since it ignores them.
malfunction, yəni ki, düz eləməyəcək. Hə, məncə də. Nəsə baxmıyor. Amma bunu ki, onu eləmək üçün məncə qeyd eləyib. Translation needs distinguish. For cases of multiple edges, we need to be careful when ignoring the edges from the parent. To solve this issue, we can add a flag parent skipped, which will ensure we only skip the parent once. For cases of multiple edges. Amma sonra da deyir ki, bu malfunction. Burada bilmirəm necə handle edib, amma belə handle edə bilərsiniz. Bu normalda, buradakı implementationda nə vaxt bridge müəyyən edirik biz? Parent'dan child'a olan edge'lərə baxanda, yəni V-dən to-ya baxanda biz deyirik ki, bu edge bridge'dir yoxsa yox. Və burada əgər multi edge varsa, biz V-dən to-ya baxanda deyəsən bilgin, niyə işləyir? Çünki to-nun processingi artıq bitmiş olmalıdır biz buna baxanda. To-nun processingi bitmiş mi olur buna baxanda biz? V-dən to-ya baxdıq və to-nun bütün DFS-ini atmışıq. Hə, düzdür. Okay, düzdür bu. Altda niyə malfunction var yazıb, onu bilmirəm. Altda yazıb ki, is bridge yoxlayır. Deyil, əlavə olaraq is bridge yoxlayır ki, multiple edge-də bunu eləmişik ki, multiple edge olmaz. Məncə parent skip-də yoxlaya bilər. Mən bayaq ümumiyyətlə dedimdə, əslində rahat yolu, daha rahat yolu, safe yolu odur ki, qabaqcadan input eləyəndə qrafı multi-edge varsa, onları qeyd eləyin. Ki UV 2 dəfə təkrar daxil olundusa inputdan, demək o multi-edgedir və multi-edge-sə onsuz da ona baxmaya bilərsiniz, bridge kimi. Amma buradakı necə handle eləyir, buradakı indi tutum necə handle eləyir, belə bir şey eləyir. Baxın, V-dən to-ya DFS gəldiyi zaman, birinci axı DFS 2V-ni atır, DFS 2V atır, elədir. Yəni, bunun DFS prosesi başlayır bu nodun. Bu nodun DFS prosesi başladığı zaman, bu nodun, yəni 7-nin siyahısındakı bütün qonşularına baxacaq da və əgər 7-dən 2-yə 2 dənə edge varsa, multi-edge varsa, 7-dən birinci dəfə 2-yə baxanda, 7-dən birinci dəfə 2-yə baxanda, baxacaq ki, 2 7-nin parent-idir. Çünki 2-dən 7-yə gəlib və bunu şey kimi götürməyəcək, yəni bura package kimi baxmayacaq və götürüb nə edəcək? Götürüb burada not parent skip'dir də, çünki false-dur. Parent skip'dir true eləyəcək və bir dəfə continue eləyəcək. Gələn səfər 7-nin siyahısında yenə də 2-ni görəndə, çünki multi-edge var deyə 7-nin siyahısında 2 dəfə 2 var. Artıq bu if-ə girməyəcək, çünki parent skip'dir true eləyib, yəni bir dəfə parent-i skip eləyib. Və 2 də visiteddir, elədir? Onda bu if-ə girəcək, yəni onu package kimi götürəcək və dolayısıyla bunu yerə dəfə belə eləyirək. Və dolayısıyla 7-nin low-sunu update eləyəcək. Low 7 bərabər olacaq time'in 2-yə, yəni 2 eləyəcək. Və 2 elədi deyə bunun low-sunu buranı bridge kimi götürməyəcək artıq şərtə görə. Yəni bu əslində handle eləyir parent skip. Altda amma niyə malfunction olduğunu yazıb bilmirəm. Parent skip istifadə elədiyi zaman malfunction deyil. Amma parent skipsiz yazsaz, yəni bu şeyi nəzərə almasaz, multi-edge olanda problemli ola bilər. Yəni bridgeləri səhv tapa bilərsiniz. Multi-edge olan yerləri bridge kimi götürə bilərsiniz. Kim başa düşdü ümumiyyətcə bridgeləri tapmalı? Okey. Tamam, onda gəlin indi articulation point-a baxaq və ya cut vertex. O bənzərdir buna. Xırda bir dəyişiklik var əslində. Kodu demək olar eynidir. Cut vertex-də odur ki, bir dənə nodu əgər ki siz qrafdan götürdüyünüz zaman, qırdığınız zaman, o nodu qıranda təbii ki, ondan çıxan edge'lər də qırılır. Əgər qraf daha çox komponentə ayrılırsa, onda həmən nod cut vertex və ya articulation point. Təbii ki, o nodun özü heç, o nodun özü itir gedir. Amma o noddan əlavə qalan hissələr arasında komponent sayı artırsa. Məsələn, belə bir dənə qraf çəkək. Məsələn, burada bu nodu qırsam, heç bir şey artmayacaq. Yəni, bu nod özü getdi, amma qalan şeylər yenə də bir dənə komponentdir. Amma
bu nodu qırsam, məsələn, hal-hazırda nə olacaq? Bu bir komponentə ayrılacaq, bu hissədə bir komponentə ayrılacaq, elədir. Yəni komponent sayı artdı. Ona görə bu edge məsələn cut vertexdir, amma bu edge cut vertex deyil. Burada cut vertexləri qeyd eləsəm, bu və budur cut vertex burada, 2 dənə var. Belə ola bilər cut vertex və yaxud bu da cut vertexdir. Bir dənə əlavə çəkək. Belə bir şeylər çəksəm, artıq bu da cut vertexdir. Elədir. Bu deyil, çünki bunun özünü silsəm başqa heç bir şey artmır. Amma bunu silsəm yenə də ayrılır. Cut vertex, ümumiyyətlə bridge varsa qrafda, bridge'in uc nöqtələrindən ən azı biri cut vertexdir. Ən azı biri, amma bir dənə xüsusi halda elə deyil. Əgər ki qraf sadəcə bundan ibarətsə, 2 dənə noddan belə bir qrafdırsa, onda nə bu, nə də bu cut vertex deyil. Bu bridge'dir özü. Çünki qırsam 2 dənə ayrı-ayrı noddan ibarət komponentə ayrılır. Amma bir ucunu qıranda komponent sayı artmır. Çünki nodun özünü qıranda o nod getdi, yenə bir dənə komponent qalır. Bu ucunda qıranda. Amma birdən çox, yəni bir dənə edge-dən ibarət deyilsə, böyükdürsə, onda istənilən bridge-in ən azı bir dənə uc nöqtəsi, articulation point-dur. Və yaxud 2 uc nöqtəsi də articulation point olacaq. Əgər ki belə leaf node formasında deyilsə də, yəni bu tərəfində də nəsə varsa məsələn, deyək ki belə bir qraf olsun. Onda burada bir dənə bridge var bizdə. 2 dənə bridge var. Bu 2 bridge-in hər ikisinin uc nöqtələri nədir? Articulation point. Amma təkcə bridge-in uc nöqtələri olmur articulation point. Onu da buradan görürük. Məsələn, burada bridge deyil. Bu node bridge-də iştirak eləmir, amma bu node da articulation point. Dolayısıyla o nodlar articulation point ki, ola bilər ki, onlar bir neçə dənə simple cycle-ın birləşdiyi nöqtədə dayanır və yaxud bridge-in uc nöqtəsidir. Müəyyən eləmək yenə də bənzərdir bridge-ləri müəyyən eləməyə. Bir dənə fərqli case var. Bunu çox böyütməmək üçün silirəm buranı. Çünki yenə DFS atıb çəkəcəm. Tree edge-ləri və back edge-ləri və baxaq görün necə müəyyən eləyə bilərik. Tutaq ki, nömrələsək bu nodları. Nodları nömrələsək, bu olsun 1, bu olsun 2, bu olsun 3, 4, 5, 6, 7 məsələn. Necə gedəcək DFS? Tutaq ki, 1-dən atdımsa, burada yenə bir komponentin üzərində baxırıq, amma bir neçə komponent varsa, hər komponentin üzərində eyni proses gedəcək. 1-dən DFS getdi, tutaq ki, 2-yə, 2-dən daha sonra getdi 3-ə, 3-dən daha sonra getdi 4-ə, sonra buradan qayıtdı, 2-dən getdi 5-ə, 5-dən getdi 6-ya, 6-dan getdi 7-yə. İndi burada rooted tree kimi çəksək, 1, 1-dən 2, 3, 4 gedib, 1, 2, 3, 4, 2-dən də 5, 6, 7 gedib, 5, 6, 7. Dən 4-ə, nəsə səhv çəksəm deyim, 2-dən 5-ə, 5-dən 6-ya, 6-dan 7-yə. Bunlar tree edge-lər oldu. Qalan edge-lər isə back edge-lərdir. Nədir back edge? Məsələn, 2-dən 4-ə var burada, 4-dən 2-yə. Bu back edge-dir. Sonra nə var? 5-dən 1-ə var. Bu back edge-dir. Sonra nə var? Bir də 7-dən 5-ə var. Bu da back edge-dir. Başqa var mı? Yəni bu, bir dənə də bu, başqa yox. 3 dənə belə back edge var. Gəlin qrafa bir dənə də bunu da artırım. Qrafa bunu artırsam birdən bir şey nə dəyişəcək? 8. Burada bu tree edge olacaq 8-ə gedəndə. Bu da burada yerləşəcək elədir.
İndi articulation pointları necə tapasıyıq? Yenə timingləri hesablayaq və yenə low lazım olacaq bizə və əgər ki bir nodun subtreesində bir nodun subtreesindəki low V o nodun özündən çıxan bəlkə edgelər daxil olmadan. Bu bayaq low V-ni necə hesablayırdıq? Bir nodun subtreesindən biz deyirdik ki o nodun özü də daxil və onun subtreesində olan digər bütün nodlardan yuxarıya gedən back edgelərə baxırdıq. Amma cut vertex tapanda, articulation point tapanda o nodun özü daxil yox, o nodun subtreesində özündən başqa digər nodlardan yuxarıya qalxan back edgelərə baxasıyıq. Nəyə görə? Çünki bu nodun özünü qırdığımız zaman zaten özündən qalxan back edgelər qalmır. Yəni onlar connection-ı saxlaya bilməz yuxarıya olan. Yuxarıya olan connection yalnız onun subtreesində özündən başqa digər nodlar saxlaya bilər. Yəni dolayısıyla burada mən 5-i qırdığım zaman 5-dən olan edgelər hamısı qırıldı deyə 5-in özündən olan yuxarı edgelərə baxmamalıyam. 5-in cut point olub olmadığını müəyyən etmək üçün. Amma bridge kimi 2-dən 5-ə olan C-yə bridge kimi baxanda 5-in özündən yuxarı qalxan back edgelərə də baxırdım. Okay, onda burada deyəcəyik ki, indi low V nodu üçün olan low dəyəri bizə nəyi göstərir? V nodunun subtreesində V-nin özü yox, özündən aşağıda olan bütün nodlardan ən yuxarıya qalxan dəyəri, ən yuxarıya qalxan timingini göstərir bizə. Məsələn, burada timingləri yazsaq nə olacaq? 1 üçün 1-də tutaq ki, girmişik, sonra girmişik 2-yə, burada girmişik 3-də, 4-də, 5-də, bura girmişik 6-da, bura 7-də, bura 8-də. Onda timingləri də hesablasaq, timinglər nə olar? Timinglər olar timinglər deyirəm, lowlar necə olar? Lowlar necə olacaq? Deyək ki, DFS gəldi bura. Bunun lowsu nədir? Elə yox. Bunun lowsu infinity qoya bilərsiniz və yaxud n+1, yəni elə bir şey qoymalısınız ki, timingindən şey olmasın. Böyük olmasın. Implementation'da bilmirəm şeydə necədir, amma deyək ki, mən burada infinity qoyuram. Infinity qoya bilərsiniz. Çünki özündən yox, özündən aşağıdan olan nodlardan yuxarıya olan şeyi saxlayırdı. Bunun da özündən aşağıdan heç də yoxdur deyə. Yəni bundan yuxarıya, bu onsuz da, yəni leaf node kimi qalanlar onsuz şey ola bilməz, articulation point ola bilməz. 4 üçün nə olacaq? 4 üçün də infinity'dir. Çünki child'ını götürürük. Child üçün infinity olduğuna görə 4 üçün infinity'dir. Və ya time in plus 1 də saxlaya bilərsiniz. Time in plus 1 saxlasanız kifayətdir zaten. Yəni bunun üçün 6, bunun üçün 5 saxlasanız kifayətdir. Aha, indi 3 üçün nə olacaq? 3 üçün normalda initial olaraq infinity'dir. Amma subtreesində elə bir nod var ki, oradan yuxarıya qalxan ən balaca nədir? 2-yə qalxır. Onda 3 üçün 2 olacaq burada. Söyleyeyim, infinity dediyim hissə nəsə bir dənə orada bir dənə səhv var. Varmı? Yoxdur əslində, amma infinity yox. Şöyle deyə bilərsiniz. Daha yuxarı qalxırsa deyil, qalxmırsa deyil. Qalxır, ona görə deyil. Nəsə, hələ ki infinity qalsın, okeydir, amma baxarıq sonra. 2 üçün nə olacaq? 2 üçün də elə 2 olacaq, elədir. Çünki 2-nin subtreesində ən balaca 2 var. 2-nin özündənsə yuxarı olanlara zaten baxmırıq. Yox, 2 üçün hələ ki 2-dir, amma ardını bilmirik. Çünki bu yana da baxmaq lazım. 2 üçün ona görə də bir dəqiqə.
5-dən 1-ə back edge var. 2 üçün nədir? Okey. Onda nəsə 2 üçün 1 olsun, amma müəyyən eləyəndə biz şeyə baxacağıq. Bir nodun articulation point olub olmadığını müəyyən eləmək üçün biz onların childlarından, bütün childlarından olan yuxarıya olan şeyə baxmalıyıq. Yəni ən yuxarı hara gedə bilər. Əgər hər hansı bir childından yuxarı connection yoxdursa, onda o articulation point olacaq. Özündən yox. Hə? Hə? Hə, buradakı infinity ona baxarıq. O infinity də aslında qala bilər, amma in time də ola bilər, hə. Ya da in time plus 1 ola bilər olsun. Okey, indi burada bu subtree üçün gedib müəyyən eləyəndə nə olacaq? 8 üçün hələ ki child'ına baxırıq deyə in time-ına bərabər eləsəm olar, hə? Okey, in time-ına bərabər eləyək, çünki zaten child'ına baxacaq. Bunların hamısını özünün in time-ına bərabər eləsəz olar initial olaraq. Yəni bu 5 olsun, bu 4 olsun. Burada bu niyə 2 oldu? Çünki sorry. Okey. Yəni bayaqdan qədər. Low-nu hesablamaq eyni ilə bayaqki kimi olsun. Amma articulation point olub olmadığını müəyyən eləmək üçün child'ları ilə baxasıyıq. İndi deyəcəm, low-nu eyni ilə bayaqki kimi hesablayırıq. Yəni bir noddan back edge-dən qalxa biləcəyimiz ən balaca time-in. Yəni 4-dən burada qalxa bilirik ən balaca 2-yə. 3-dən də dolayısıyla subtree-sində var deyə 2-yə qalxa bilirik, yəni 4-dən. 2-dən də hələ ki 2 yazmışıq, hələ ki 2-yə qalxa bilirik. 6, 7, 8, 8-dən elə 8 üçün 8-dir hələ ki. Yox, 8 deyil. 8 üçün nədir? 5-dir. 5-in time-ı nədir? 6-dır da. Time-ini 6-dır. Onda 7 üçün də ən yaxşı 6-dır. İnitial olaraq 7 idi, amma indi 6-dır. 6 üçün nədir? Daha doğrusu 5 nodu üçün nədir? Buradan 1-ə qalxa bilirik time-in olaraq. Onda bunun üçün nədir? Child'larının minimumunu götürürdüm də 2 və 1, onda daha minimum tapdım deyə 1-dir. Yəni bayaq hesabladığımız eyni ilə burada da hesablayırıq. Bunun üçün lazım deyil zaten və ya hesablana da bilər, amma mənasızdır. İndi nə baş verəcək? Bir nodun articulation point olub olmadığını müəyyən eləmək üçün root noddan başqa bütün nodlar üçün belə müəyyən eləyəcəyik. Əgər ki o nodun child'larından hər hansı biri üçün olan low, deyək ki bu nod v nodudur, onda child'larına 2 kimi baxsaq, 2 adlandırsaq, onda low 2 hər hansı bir child üçün low 2 əgər ki böyük bərabərdirsə time-in v-dən, onda v nodu articulation point. Elədir. Baxın, məsələn, burada 8 noduna baxmayacaq, çünki heç bir child'ı yoxdur zaten. Child'ı olan nodlara baxırıq. Ona görə elə avtomatik burada leaf nodlara baxılmır. 4 nodu üçün baxacağıq. 4 nodunun bir dənə child'ı var, 8. 8-in nədir low'su? 5-dir, elədir. 8-in low'su 5-dir. 4-ün time-ini nədir? 4-dür. Böyük bərabər şərti ödənirmi? Ödənir. Demək ki, 4 articulation point. Yəni nə deməkdir? 8-dən buradan daha yuxarıya bağlantı yoxdur. Yəni mən 4-ü qırsam 8 ayrılacaq buradan. Ona görə 4 oldu bizdə articulation point. Daha sonra məsələn 3-ə baxdığım zaman 3-ün child'ı nədir burada? 4, bir dənə child'ı var və onun low 2'su bu 2'dur bizdə, bu da 2'dir. Bunun time-indən daha böyük, kiçikdir. Yəni daha yuxarı bağlantı var. Ona görə mən bu 3'ü qırsam da aşağı ayrılmayacaq bu tree'dən. Bitişik qalacaq. 2 üçün baxanda 2 üçün nə baş verəcək? 2 üçün child'larına baxsam, məsələn bu child'ın da okeydir. Çünki bu child'ı üçün bu child'ının low 2'su 2'dir. Mesela bu child'ı da heç okey deyil. Bir dəqiqə.
Hətta zaten bu child okey deyil. Bu child okeydir yəni. Yəni bu tərəfdəki child okeydir, amma bu child okey deyil. Yəni sən bu childına baxsan, bu childının lotusu 1-dir, elədir, 5-in. Amma 2-nin timini 2-dir. Bu böyük bərabər deyil, elədir. Bu şərt ödənmir. Yəni bu child, yəni mən 2-ni buradan qıranda bu child ayrılmayacaq bu komponentdən yuxarıdakından, amma başqa child ayrılacaq. Yəni hər hansı bir child ayrılacaqsa, demək o nədir? Cut point. Bu child'ı üçünsə 2 böyük bərabər 2 olduğuna görə mən bunu qıranda bu ancaq bura qədər birləşə bilmişdi, yuxarıya birləşməmişdi. Ona görə bu hissə ayrılacaq. Demək ki, bu cut point. İndi şərtimiz demək bu oldu. Hər hansı v nodu o zaman cut point ki, onun child'ı elə bir child'ı var ki, onun lotusu böyük bərabərdir time in v-dən. Onda v cut point. Bu bir dənə root node üçün belə deyil. Root nodda niyə belə bu şərt düz gəlmir? Məsələn, indi root node üçün bizim nəyə baxmalıyıq? Root nodun birincisi low'sunu necə hesablayaq? Root nodun low'su elə time-inə bərabərdir, elədir, 1-1 olacaq. Initial olaraq zaten time-inə bərabərləmişik və oradan yuxarı onsuz heç nə yoxdur. Və burada məsələn, root nodun child'ları arasında 2-nin bir dənə child'ı vardı, elədir 2. Yəni 5 burada onun child'ı deyil ha. Düzdür, 5-ə birləşib, amma 3-də child'ı deyil. 3 edge'indən bir dənə 2-dir child'ı. Və 2-nin low 2'su nədir? 2-nin low 2'su 1'dir. Və 1'in də time in'i 1'dir. 1-1-dən böyük bərabərdir. Burada müəyyən eləyir ki, 1 bizdə nədir? Cut point-dır deyir, elədir. Şərtə görə, elə tapır da. Amma cut point deyil əslində. Yəni, child'ı, bir dənə child'ı 2, hansı ki onun low 2'su, low 2 1'dir. Bunun da time in'i 1'dir. 1-1-dən böyük bərabərdir şərti. Bu şərt demişdik ki, o vaxt ödənirsə, onda v şeydir bizdə. Cut point-dır. Amma burada cut point deyil v. Yəni, bir cut point deyil. Biri mən burada qırsam, hər şey, aşağıdakılar hər şey connected qalacaq. Child'larını sayıyor. Aha. Əgər ki, root node üçün şərt budur ki, root node o zaman cut point olur ki, onun child'ların sayı birdən çoxdursa. Yəni, root node'u bir dənə xüsusi bu şəkildə yoxlamaq lazımdır. O da çox obvious bir case-də əslində. Root node'un child'ların sayı birdən çoxdursa, aydın məsələdir ki, onu qıranda ən azı 2 dənə subtree-yə bölünəcək. Amma bir dənə child'ı varsa, onu qıranda elə bir dənə o özü gedəcək, qalan hər şey elə ki, təzədən bu noddan tree olaraq buna gəlirdim. İndi root'a bu kimi baxa bilərik, bu full bir dənə tree kimi qalacaq. Yəni, bir dənə nodun özü gedəcək. Amma buradan 2-yə şaxələnirdisə, onda mən bunu qıranda şaxələr yaranacaq. Dolayısıyla bu olacaq nə? Cut point o halda. Implementation'a baxsaq, finding articulation points. Bayaqkına bənzər implementation var. Noda girəndə true eləyirik. Time-in və low-sini initial olaraq eyni eləyirik. Timer'ı artırdıqca. Burada ekstra bir dənə children sayır. Bu həmən o root nodun özünün 1-dən çox child'ı var yoxsa yox onu müəyyən eləmək üçündür. Sonra 2p-yə bərabərsə continue eləyir. Bu arada articulation point tapmada multi-edge problemi yoxdur. Çünki orada multi-edge olsa da bir təsir eləmir. Bir nodu qıranda ondan çıxan bütün edge'lər silinir çünki. Visiteddirsə, bu hansı case-dir? Visiteddirsə demək back edge görürük. Back edge görürüksə low-nu necə update eləyirik? Gedib çıxdığımız nodun time-ini ilə update eləyirik. Daha kiçiksə onu yadda saxlayırıq. Yox, normal 3 edge-dirsə, o zaman 3 edge-ilə gedirik child'a və child'a gedərkən v-nin low-sunu yenə update edirik. Əgər child'ında daha balaca bir low tapmışıqsa, onu bunun da low-suna yazırıq. Və burada yoxlayırıq ki, əgər ki, hər hansı bir child'ının low-su bunun time-inindən böyük bərabərdirsə, burada dediyim şərt. Okay, low-su time-inindən böyük bərabərdirsə və parent-ı mənfi 1-dən fərqlidirsə, bu nədir? Çünki root node üçün baxmasını istəyir. Bir dənə root nodun parent-ı mənfi 1-dir də, qalan bütün nodların parent-ı hansısa bir noddur. Yəni root node deyilsə və bu şərt ödənilirsə, demək v cut point. Bir də children plus plus edir. Bir də ən sonda yoxlayır ki, root noddusa, DFS-dən çıxanda,
və uşaqlarının sayı 1-dən çoxdursa, onda demək root nodun özü də cut point. Və artıq bu metodun içində hər hansı bir şey eləyə bilərsiniz. Cut pointları bir vektora yığa bilərsiniz və yaxud saya bilərsiniz və s. Bu hissələr bənzərdir. Şimdi başa düşdük cut pointləri tapmağı. Nəsə sual varmı? Sual yoxdursa o zaman belə bir dənə məsələyə də baxaq və yekunlaşdırasıyıq da. Görüm, haradaydı o məsələ? Buydu desin. Strongly connected edges. Deyir ki, bir dənə undirected graph verilib sizə və biz verilmiş edgelərə direction verməliyik. Yəni, hər bir edge üçün seçməliyik ki, bu tərəfə mi istiqamətlənsin, o bu tərəfə mi istiqamətlənsin. Və deyir, elə eləyə bilərikmi ki, strongly connected graph alınsın. Yəni, undirected graphı directed grafa çevirəcəyik və nəticədə alınan qrafı elə eləyə bilərikmi ki, strongly connected olsun. Bu demək ki, sıfırdan nə şey olacaq, artıq Cut point deyən, cut pointları al. sıfırdan nə cut point olacaq? Yox, məsələn, bu qrafda bu 8-i silsən buradan. Belə tutanda elə bilirəm görürsünüz. Okay, 8-i silsən buradan. Cut pointlar yenə var, amma eləmək olur şey. Yəni məsələn bir dənə adi 3 ölçülü cycle düşün. Orada cut point var da. Yoxdur, yox. 3 ölçülü cycle yox. Belə 2 dənə bir-birinə birləşmiş 3 bucaq düşün. Bu ortadakı node cut point. Çünki bu qranda ayrılır 2 dənə 2-yə. Amma orada elə assign eləyə bilirsən ki, şey olsun. Strongly connected olsun. Yəni onu bir dənə çəkim göstərim. Strongly connected edges. Yəni bu olsa qrafımız. Ortadakı cut point'dur bu node. Çünki bunu qıranda nəyə parçalanır qraf? Belə bir şey alınır. Bu və bu. Belə 2 dənə komponent ayrılır. Amma burada belə bir direction eləmək olar. Bunu cycle elə, bunu da cycle elə və strongly connected elədi. Cut edge bir dənə, cut edge sonrası bir dənə olsa biz onu da ayıra bilmirik. Aha, düzdür. Çünki cut edge düzgün yanaşmadı burada. Cut edge varsa, yəni bridge varsa mümkün deyil. Çünki bridge necə bir şeydir? Bridge belə bir şeydir də bir komponentlə bu bunun arasında yeganə keçid idi və mən bunun istiqamətini birdən belə qoysam, onda bu tərəfdəkilərdən bu A olsun, bu B olsun. Onda B-də olan nodlardan A-ya heç sürə gedə bilmərəm. Tərsinə də qoysam, tərsinə gedə bilmərəm. Demək, yolum yoxdur şey eləməyə, bridge varsa. Amma bridge yoxdursa həmişə mümkündürmü? Onu bilmirik. Amma bilirik ki, bridge varsa demək mümkün deyil eləmək. Onu bildik. Və qrafın connected olduğunu deyirmi görüm? Çünki qraf connected deyilsə zaten mənasızdır məsələ. You may assume that the graph is simple, yet there are at most one edge between two nodes. Simple graph. Bu arada simple'dırsa graph deyirsə simple'dır. Bu demək ki, multi-edge yoxdur. Və ya directed graphda self loop yoxdur. Yəni, simple graphlarda multi-edge olmamaq deməkdir. Two nodes and every edge connects two distinct nodes. One edge connects two distinct nodes. Yəni self edge də yoxdur. Demir connected olduğunu, ha? As two integers a and b, there is an edge from node A to node B. You can print any valid solution. Ümumiyyətlə, graph connected deyilsə, aydın məsələdir ki, yəni undirected olaraq connected deyilsə, edge'lərə direction versəz, onsuz da strongly connected olmayacaq. Orası biraz mənasız case'dir, amma yəni ümumi connected graphdırsa, nə vaxt strongly connected eləmək olar, nə vaxt olmaz. Birinci bunu müəyyən eləyək. Sonra olarsa, edge'lərin directionlarını səhv eləmirəmsə, output eləmək lazımdır burada. DC ilə bunu eləmiyorlar. Nə? DSU ilə. Bəlkə də bilmirəm, amma mən həll yolu. Mən bugün öyrəndiklərimizlə eləyə bilərik. Bəlkə DSU ilə də necəsə olar. Amma nə ola bilər DSU ilə? Komponentlər birinci dəfə birləşdirirsə, bir tərəf eləyir. Sonra 2 dənəsini birləşdirirsə, eyni komponenti o bir tərəfə eləyir. Əmin deyiləm. Biraz qarışıq gəldi mənə, yəni ideya.
Amma yəni ideya net varsa ağlında yazıb yoxlaya bilərsən. Bunu da salacağım tematik kontest. Bu arada blog olaraq bu bloqu oxumağı məsləhət görürəm. Bridge və articulation point ilə bağlı. Bir dənə video tutorial olmalıdır, o da pis deyildi. Bugün səhər baxdım. Maraqlı izah eləyirdi, görüm onu tapa biləcəmmi? Sweet paylaşmış. Is okay with them. Ha, bu video olmalıdır. İlk izah hissəsinə baxdım, təqribən ilk 20-25 dəqiqədədir. Pre-order number, yeah. Sonrasında implementation'ını göstərir, öz implementation. O hissəyə baxmaya bilərsiniz. Java'da implement eləyir qardaş, həm də ki bəlkə ola bilər sizə uyğun olmasın implementation'da. Məsələn, mən şeydəki olan implementation istifadə edirəm. Bir şey demək var ki, graf 2 cycle-dan ibarət olmalı. Graf 2 cycle-dan Elə bir, cycle-dan da ibarət ola bilər. amma yenə də strong connected olsun. Bir dənə cycle-da hər şey belə istiqamətləndirsən, strongly connected olacaq da. Okey, bayaq Həsən dedi axı, bridge olmamalıdır qrafda. Bridge olsa onsuz mümkün deyil. Amma bridge olmasa həmişə mümkündürmü? Bir də ekstra CP algoritmimizdən oxuya bilərsiniz. Onun linkini atmıram, çünki CP algoritmimizi ümumi bilirsiniz. Yəni. Yusaku Guide'dan da bəlkə oxuya bilərsiniz. Amma Yusaku Guide'da bilmirəm, nətər yaxşıdır, pisdir. Okey, yaxşı, mən deyirəm ki, bridge olmasa həmişə mümkündür, amma necə isbatlaya bilərsiniz həmişə mümkün olduğunu? Bridge yoxsa deməli iki komponent arasında həmişə ən az 2 dənə edge var və birini bir tərəfə, o birisini o birisi tərəfə qoya bilərik. Necə, yəni komponentlər deyil, axı bizdə bir dənə qarışıq bir qraf var. Hansı edge hansı tərəfə istiqamətləndirim? Geri elə bir hamısını package olsun. Package olması da demək cycle olsun. Deməli Necə? elə bir bridge-in olması üçün package olmalıdır. Yəni, package-lər sözsüz olmalıdır, amma package olanda da bridge ola bilir də, yəni. Package var idi bayaq ki bizim qraflarda, amma bəzi yerlər bridge idi. Yox, yəni elə bir bütün deyək edge-ləri əhatə eləsin package. Yəni, tamam, necəsə, bir neçə package olacaq və necəsə bridge yoxdur da ümumiyyətlə. İpucu şeydir, triage və package-lər ipucudur. Hamısını bir dənə nöqtəyə yönləndirib, sonra o nöqtədən də Hamısını bir nöqtəyə yönləndirək. Elə bəzi nodları seçsək, onu məsələn bir deyək, yəni məsələn Biri seçdik, bir çox nodu 1-ə yönləndirib, o nodlardan 1-ə gəlmək olsun. Sonra qalan nodlarda da birdən getmək. Yaxınlaşırsan, amma hansıları elə eləyək, hansıları elə. Onu dedik ki, məsələn, biraz elə bir məsələn package varsa aşağıya getsin, package-dən olsa yuxarıya qalxacaq. Bilirsiniz, aşağıya. Package-dən də yuxarıya. Bölmək lazımdır. Package-dən, package deyirsən, triage var, package var. Mən də şaşırmışdım. Bəlkə bir neçə cycle bölə bilərik, sonra da onları Çox çətin olar cycle bölmək. Əslində bayaq göstərmişəm bunu, bir cottage. Burada şəkil çəkmişdik. Bu şəkildə mən nə edirdim? Qırmızı ilə triage-ləri göstərmişəm. Göy ilə də package-lər elədir. Əslində o cür istiqamət versəz düz olur. Yəni triage-ləri aşağıya doğru istiqamətləndirir. Package-ləri də yuxarıya istiqamətləndirsəz və əgər yoxdursa bridge varsa zaten mümkün deyil. Yoxsa bridge düz olur. Amma necə isbatlamaq olar düz olduğunu? Baxın, əgər ki root nodu tutaq ki 1 seçmişik də və təbii ki bir dənə komponentdən ibarətdir qraf, çünki zaten digər halda alınmayacaq. Bir komponentdən ibarətsə və biri root node seçmişiksə biri root node seçmişiksə, root noddan aşağıya doğru olan edge-lərin hamısı
Yəni belə bu qırmızı edge'lərin hamısını belə bu istiqamətdə istiqamətləndirsək, onda rootdan hər şeyə gedə bilirik, elədir? Çünki adi tree'dir, rootdan hər şeyə getmək olur tree'də. Digər edge'ləri də göylə olanlar. Əgər hamısını yuxarı istiqamətləndirsək, indi əgər birdən isbatlaya bilsək ki, hər şeydən də 1-ə gəlmək olur, onda strongly connected olar da. Çünki birdən hər şeyə getmək olur. Bayaq strongly connected komponentdən danışanda demişdik. Hər şeydən də 1-ə gəlmək olursa, demək strongly connecteddir. Hər şeydən 1-ə niyə gəlmək olacaq bu köy edge'lərlə? Çünki bridge yoxdursa qrafda, demək ki, hər hansı bir nodu seçək, bu nodu. Bu nod olsun V nodu. V nodundan daha yuxarıya necə qalxa bilərəm? Onun subtreesindəki hansısa bir noda düşüb daha yuxarıya qalxa bilərəm. Əgər daha yuxarıya qalxa bilmirəmsə, onda V ilə V-nin parent arasındakı nod edge olmalıdır, bridge olmalıdır. Çünki bridge'in şərti nə idi? Əgər nə vaxt bridge olurdu? Bir nodun subtreesindəki hər hansı ən yuxarı qalxan nod, o nodun özündən yuxarı qalxa bilmirdisə, o nodla parent arasındakı şey bridge olurdu. Yəni bura bridge olurdu. Amma bridge olmadığına görə bizdə qrafda, demək ki, istənilən hər nodun subtreesində elə bir back edge var ki, o noddan daha yuxarıya qalxa bilir. Onda demək mən bu V nodundan başlayıb həmən o noda getsəm və o ilə daha yuxarıya qalxsam, demək V-dən daha yuxarı qalxa bildim. V-dən daha yuxarı qalxa bildimsə, həmən nodun özündən də daha yuxarı qalxa bilərəm, elədir? Onda demək nə vaxtsa həmişə daha yuxarı qalxa bilirəmsə, demək nə vaxtsa gəlib 1-ə çıxacam. Okay. Aydın oldu bu. Demək ki, nə edəcəksiniz? Adi həlli implementation çox sadədir. Bir dənə elə bridge tapma alqoritmidir. Yəni bridge kodunu yazacaqsınız. Orada tree edge'lər tapılır. Tree edge aşağı doğru istiqamətləndirəcəksiniz. Back edge'ləri yuxarı və bir də ki, bir dəfə bridge tapdınızsa onsuz da impossible-dır. Bridge tapmadınızsa da cavab şeydir. Back edge'lər yuxarıya doğru, digərləri aşağıya doğru istiqamətlənsə, okey. Tamam, o zaman sual yoxdursa bugünlük bu qədər.